Bakıda məktəbli qarət olunub. Lentazın məlumatına görə hadisə Yasamal rayonu Mehdi Hüseynzadə parkında qeydə alınıb. İttiham aktına görə 42 yaşlı Sadiq Turabov adı soyadı şərti verilib. 60 sayılı orta məktəbin qarşısında parkda şagirdlərin futbol oynadığını və onlardan birinin çantasını oturacağın üzərinə qoyduğunu görüb o. Ətrafdakıların onu görmədiyindən əmin olaraq çantanı götürüb. Biraz irəlidə onun içindəki 7-ci sinif şagirdinin istifadə etdiyi, ancaq anasına məxsus olan 3000 manat dəyərində olan iPhone 16 Pro Max markalı telefonu götürüb, çantanı da səkiyə atıb. Daha sonra Dövlət Statistika Komitəsinin yanında tanıdığı şəxsə zəng eləyərək telefonu satmaq istədiyini bildirib. Həmin şəxs də telefona baxaraq onun iCloud-da olduğu və ekranın sındığını deyərək 25 manata alıb. Şagird isə telefonunu oğurlandığını biləndən sonra anasına məlumat verib. Anası dayısı ilə Yasamal rayon polis idarəsinin 27-ci polis şöbəsinə gəliblər, ərizə yazıblar. Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Sadiq Turabov və telefonu 25 manata alan şəxs saxlanılıb. Digər şəxs də izahat yazıb, telefonu qaytarandan sonra sərbəst buraxılıb. Sadiq barəsində isə cinayət işi açılıb. Turabov ifadəsində peşman olduğunu deyib, zərər çəkən şəxs də telefonun qaytarıldığını və təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə Turabov 1 il 7 ay müddətinə həbs edilib.